Bismillahirrahmanirrahim. Bugünkü sualımız bu şəkildədir. Xarici ölkələrdən idxal edilən maşınların oturacaqları dəridəndir və onların pak olub olmadığı bilinmir. Bu halda onların paklığına hökm edilə bilərmi? Cavab belədir. Əgər onların nəcis olmasına əminlik yoxdursa, yəqinliyin yoxdursa, paklığına hökm edilir. Yəni, əgər ehtimal edilsə ki, həmin oturacaqların dərisi şəriət qaydası ilə kəsilmiş heyvanların dərisidir, bu halda həmin oturacaqlar pak hökmündədir. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.